Çıpır, biz buradan evlenirik, orada bizi ne tür doluydu ya. Ay onun sesini al Ayşoşu, onun kodunu al başıma düşür o futbolun sesi. Ne ter adamın Ay evlendirirler. pultu götür sesini al beynime işliyi. Hadi alırım dana ne olur ne şiven misal mısın? Harbam gelirse. Buradadır, alın. Ay köhne telefonu bağlamışam üstüne ki pult tez itir. Sen gelip tapmak olsun. Ay bu uşaq ideyatdan başdan ayağa ideyadım. Ne ter Şöşü. adamın evlendirirler. He. Sana bir sual verim ama kişi kimi düz cevap ver. He. Eşitirsən mi? He, Bak bu futbolda ne lezzet alırsan. Bak 2 nəfər ora qaçır, 3 nəfər bura qaçır, ne bileyim 5 nəfər onu qavalayır, 3 nəfər bunu qavalayır. Oyundu o. Ay Şemi, pul futbolda de, futbolda. Ay, o 9 nömreye bak, o çetel He, bak. uduzdun köşe. Ay Şemi, He. bak o ayna 9 milyon pul kazanır. Bak o çetel balaca boy geden görürsen. Hansı? O değil o kaçır ora buraya yalandan. He. O bana onun böğründe pas attı ha. Aha. Bak o ayna 10 milyon pul kazanır. O kara geden görürsen 10 nömre. Bak ona bak, iline 12 milyon euro pul kazanır. Yaxşı ay görək Şemi. 12. 12 milyon. 12 milyon. Deməli 12'ni biz bölürük, 12 bu eləyir, aya 1 milyon pul eləyir şöşü. Bu 1 milyondan da 47 manat ışıq pulu, 53 manat qaz pulu, bunun kanalizasiyası, bunun kommunalnisi 100 manat qoyduq qırağa, Ay, düzdür. sağ ol. Bunun pensiyası zadı, nə bilim, o sosial müdafiə fondu 4% vergi. Ay, polnu dolanmaq olar, şöşü. Ay. Polnu dolanmaq olar. Hiç levi ışık çektirmeye de ihtiyaç yoktu. Ha, toylara da gedib qəşən bir adam kimi pul da yazdıra bilərik. Daha əvvəlki kimi o döyülüb söylüb qaçmayacağıq, ha? Şemi, Hə. ben ki deyirəm bir dənə futbol komandası yığaq. Ha, gizdirsən şoşu, gizdirsən. Niyə? Bizim futboldan başımız çıxır. Ay, gün onların başı çıxır futboldan. Güneş onların başı çıxır futboldan. Hə, yox ay Ay, şoşu, biz pul- deyir, ay şoşu, biz deyir, pul lazımdır. Futbolu Ay, yaratmaq üçün. Sen razılığını ver, qalanı şöşülük tutan, narahat olma. Hə, nə qayracaq şoşu? Tutaq ki, mən razılıq verdim, hə? Bir dənə pullu dayday tapırıq, Hə. başını alladırıq, fisyo. Hə, yaxşı görək şoşu. Pullu dayday qalıb indiki zamanədə. Sən bir dəyişək. Bir dəqiqə üzrlük. Alo, bəli müəllim, bəli. Yox müəllim, hələ bir xəbər yoxdur. Olan kimi özüm zəng eləyib sizə deyəcəm. Oldu, təşəkkürlər, çox sağ olun. Sağ ol müəllim, sağ ol. Kimin də şoşu? Ay, bu vergidə təzə qanun çıxmayıb mı? Kim vergidən yayınır, Aha. zəng eləyib xabar eləyirsən 10% sənindir. Məndə qonşuda bir-iki nəfər var, vergidən yayınır. Elə zəng eləyirəm, oradan 10%'imi alırım da, halal pulumu qazanıram. Oğurluq Ayıf eləmə. deyil şoşu, ayıf deyil. Ayıf, niyə olur, halal pul qazanıram. Ayıfdır, belə-belə işlərlə məşğul olma. Ondan sonra da görüm o futbol məsələsini nə qayraq? Sən razılıq verirsən. Getdik qılının yanına. Dur. Sıkılar, yine gözlerimiz akır, yine gözlerimiz... Bunu da bırak Kılman doktorun sağlığına. Sağ ol. Yine gözlerimiz akır. Ay Kılman. Alapıyı tıktırı. Hadi bir yanlara bayaqdan giydiğim ahlar oxuyursan. Hə, biz burada pivəni içirik bayaqdan heç piyan olmuruq. Sən bir dənə noxudla nə tər piyan olursan? Hə? Nə tər piyan olursan? Başa sal. Bilsən nə tərdir? Şov müəllim. Şəvi. Şəv müəllim. Mən təzəlicə bir daha xəstəlik tapmışam. Aha. Mı yen kimi olan piyan. Noxudu? Mavır olan piyan. Noxudu qoy bir qırağa. Ay Qılman, biz gəlmişik sənə pul qazandırmağa. Sənə ürəyimiz ağrıyır, ay bədbəxt. Ne? Sen. Ne? Bir de özür istəyirəm. Hə, Bir bunun de telefonunu ne sus. demişken ne zəng gəlir. Ben. Həkim adam. Diyem belli.
Ne? Xəstəyə yarımısınız, mənə gözləyirsiniz? Mənim vaxtım var ora gəlməyə. 2 gün qoyun qırağam. 2 gün, 3 gün, hasan vaxtım ola gəlib baxaram. Oldu. Sağ ol. Görürsünüz mənim günümü. Mənim günüm var budur. Gecəm yox, gündüzüm yox. Mən bir də iştabım gəlmişdiyimdə yalnız. Hə bəs bu iki dənə gözəl, göyçək, simpatişni, qəşəng geyinmiş bu oğlanlar bura niyə gəlir? Niyə gəlir? Nəyə gəlir? Sənə qəşəng iş təklif eləməyə. Buyur. Aygılman. Nədir o? Qəşəng bir dənə ideyamız var. Hə. Ümid edirəm ki, bizə yox deməyəcəksən. Demirəm. Hə. Bax, indi bu dəqiqə... İndi bu dəqiqə pul bilirsən nə dedim? Nə dedim? Nə dedim? Çox fikirləşdik və belə qənaətə gəldik ki, indi pul futboldadır. Futbolda pul. Bəli, ona görə təklif edirik ki, Qılman, gəl bir dənə futbol klubu açaq. Buyurun, açın. Kimlə? Sənlə. Nə? Pul kazanır. Ay yox, mən futboldan başım çıxmır ya. Ay Gılman. Mənim başım çıxmır ya ona. Belə? Nədir o? Güya Abramoviçin başı çıxırdı. Bir dənə klinikası var idi, bir dənə də apteki. Bədbəxtin biriydi. Aldı Chelsea klubunu, indi ona bax, trilyarderdir. Düzdür. Trilyarder, milyarder. Özdə ki, həmin o klinikanı bilsən nə tərəf? Nə tərəf? O da dostlarına, ona, buna pul ata. Ay sağ ol. İndi məni qulaq. Hə. Mən ondan pul qazana biləcəm. Niye kazanmırsan? Dünya futbolu qalıb boşuna. Bu saat genç futbolcular yetiştirip harekete geçmek lazımdır ki pul kazanar. Düzdür. Yerlerini doldurmak lazımdı yoksa yok. Sana bir şey diyeyim. Gel. Elə təsəvvür et ki, bax ipotekaya pul qoyubsan, 20 ildən sonra o pulu çıxardırsan, sonra başlayırsan xeyri işləməyə. Pislik qılma. 20 il çox. 20 il yaşamı çox. Hele 20 ilin neyi çok da he. Gözünü yumbatsan 20 il geldi geçti. Nece yaşın var? 35. Düzdür. Bax 20 il bundan əvvəl yadındadır. Bəli, elə bir dünən. Bax, şurada. sağ ol. 15. Biz neydeydik? Biz de onu yedik. Gözünü açıp yumazsan, psio. 20 il geldi geçti. Sonucu gelir. Kazansın. İnanıram ha sizə. Hayır, sən loxsan, sən ağılsızsan, nəsən biz duraq burada səni alladaq. Çox sağ olun. Yox. İnanıram sizə. Şökü, Razısan? Deyil, mən mən razı. təzədən Qılman doktorun sağlığına. Mən- Buyurun. İçə yeni kontraktımızın sağlığına. Mənə bu ilə plan olan mənə bəs. Sağ olun, sağ olun. Ay, Aksaqqal. Ne istiyorsun? Ömür boyu pis vakta gelirler. Ay, neyinirsən ha burada? İşte kompütere bakırdım. Diyen kompütere bakanda hava biraz istiydi. Ne istiyorsun? Pes gelirdim. Bəlkə özdə paltar zakaz eləyirdin xaricdən, hə? Yaxşı elirdim, ne inirdim, onunsa hiçbir dəxli yoktu. Başa düşdünüz? Ne deyirsiniz? Razıyam. Çıxın. Ne məqsədlə gəlmişsiniz? Yaxşı. Aksaqqal. Hə. Sana bir işimiz düşüb. Hə. İşimiz düşüb. Ne zaman işimiz düşüb? Razıyam da. Ne deyirsiniz? Ben razı. Aksaqqal, futbol komandası yaradırıq. Ona göre gelmişik. Bize senin kimi genç ruhlu, perspektifli bir insan var. Ben Bəli. razıyam. Ne deyirsiniz? Razıyam. Teki çıxın gedin. Çok xahiş edirəm. İndi çıxın gedin. Ben özüm gələcəm. Gələ- Kesin razılaşmayacaq. Razılaşırım. Ne diyorsan Ha, razıyam. ne tez razılaştık. Yaxşı, get, xahiş edirəm. Gedin. Hara getdi bu? Araba yerine. Qalam, karam, koram, eşitmirəm. Eşitirsən? Deyirəm ki, eşitmirəm. Özümün də beyni xarabdır. Buna kömək eləyin, yazıqdır.
Eşlisən deyirəm ki, lalam, kəram, koram, kürtü yırtıq kirpinin koruyam. Bu ne kadar ya burada? Ayıp tutur ayağa Ahmet bakır. Deyirəm ki, lalam, kəram, koram, beynimi xarab eləməyəm. Nə olur, yandan oturmuşam, görsən, iş görürəm burada. Deyirəm, lalam, kəram, mənə danışdırır. Görmürsən, lalam, kəram, koram. Dur ya. Dur ya. Niyə qoymusunuz işimi görüm? Mən burada avaraçılıq eləmirəm, amma mən burada iş görürəm. Özüm də ağzımla sizə deyirəm ki, lalam, kəram, koram, eşitmirəm, beynim də xarabdır. Ay bildik də nə lalsan, korsan, bildik. Hə bildin, hə, dedin. İşte mi fəlakət? Hə. Qəşəng iş var. Hə, deyənlərə deyəm, mən burada avaraçılıq eləmirəm, amma. Eşitirsən, Şəmi? Mən burada, Aha. bu, sən dana eşitmədin, Hə, yox, aramızda yox, qalsın. yox, yox. Bu, Ronaldo yoxdur, futbolçu. Futbolist. Hə, bu yetim axırıncı oyunda ayağını qırdı axı. Bu da ayağını qırandan sonra heç kimə lazım olmadı da, pul vermədilər. İndi yetimə pul yığıram da, savala bitdi. Sana oksijen veren ağacın üstündeki yarpağın kurdunun dedesinin kellesine tükürmeyi senin başın kararttı ya. Hə, sənə deyirik iş var, iş. Ronaldo Bu ne de? Kimə deyirsən? Sənə deyir. Mənə deyir. Sana deyirəm. Hadi iş verəm, mən buradan ağarım, pul qazanıram, savab iş görürəm, sizə mənə mane olsun. Özüm də lalam, kəram, koram, kürkünü yamamakdansa, şikar, kürkünü. Hə, bizi də elə bax belə lazımdır. Belə tupoy adam lazımdır. Kar, kör, kür. Hə, mən işləyə bilərəm də. Hə, işləyə bilərsən. Hə, eşlisən, onda bir şərtlə razılaşaram ki, baxma, rahat iş verməyinəm. Mən rahatçılığı öyrəşməmişəm. Mənə elə iş verin ki, mən orada əziyyət çəkim, başa düşdün? Yağışın altına düşüm, yağış yağsın, damsın başıma. Mən orada böyrəyim atqat eləsin, axırda da gəlib şöşü mənim pulumu verməsin. Başa düşdün, belə olsun da. Sana dəstəyən məllimlər otağında jurnal koyduğu şkafı belə açsın, küfürüm içine bağlayayım. Bu bizim başımızı xarab edəcək. Gəl, dənə gəl. Sən gəl, bu şkafı kimə deyir? Hə, sənə deyir də, sənə deyir. Sən bunu götürün də. Şkafı kimə deyir? Oturum. Hə, elə bir sənə deyir. Bunun gününe bak ay şoşu, bunun gününe bak. Oturup parkın ortasında gitara çalıp dilenir. Sana yaraşan işti bu Şirin. Ay Şami, sizi bilmər, sizi belə şeyləri. Ala mən burada Palajeniyə baxıram, ala. Ala mən internetdə kimləsə danışanda, Mesut'a Palajeni göndərirəm ki, məndə işiniz olmasın. Başa şunu o rahat işimi görün. Böyle palajeniye bakmak olar Şirin. Ala bu üzdə belə görsənir, üzdə. Bu aktör var ya, Banderas'tı, nədir o, kilo çəkilən, saçını uzadan. Prosta mən dəli şeylər eləmərəm, ayıb daxışırım. Gitti görün heç olmasa bir şey çıxır. Olur da belə. Arada özüm üçün Ne demek? gəlir də, gedir də, Ay Şirin ne güne düşmüşsən sen ay kişi. Vay. Bunu külqabın artıq göndər. Ala mənə bax, çəkimdən belə. Ona deyən ki, gələn ay gecikdirməsin, yoxsa onu Lumka Cavidin günündə salaram. Başa düşdün? Ay Şami ne danışır bu? Ay Şirin. Eşitirsən, sana iş teklifimiz var. Gel bizimle işle. Yox, şoşi, sən bilirsən ki, mənim işlərim ancaq qaraquradır. Dava, şava, kiməsə soxmaq, yotmaq, talpa davası. Mən başqa işlə məşğul olmaram. Bizim de işimiz elə talpaya davatdan ha. Ay 11 nefer biz, 11 nefer onlar. Getdi ne? Elə çıxı gedənə. Ya bir dəqiqə. Bax, elə işlər düyün mənə gedim də. YouTube, podcast. Bak ala bak. Nədir ala bu? Bak da bak. Allah ha, bax bu əsl mən neydi? Talpaya. O mına. 11-11'e Ala. girdin. Belə şeylər sağlın gəlim də. Getdi. Dur getdi. Rafi, sən yığ bunları. Şirin gel. Bir iki sağda. Davay, getdi. Yüzüne kafanası. Gele. Öləm də, o üçün öləm, hey. Nohuttan vur. Buz kimi, hey. Kapıya Türk ver oradan. Mən də yeyim də. Deyərsən də qalım. Aycan. Şəmi, sənə qurban olum. Mı yığışdırın da bu noxudu buradan da. Mən bu yiyən kimi olan piyan. Kılman. Bugün piyan olmak olar. Bugün əlamətlər bir gündür. Bugün biz yeni futbol komandamızın temelini koyduk. Bəli. Deməli, əziz dostlar, bugün bizim Qılman Uzman hocanın uzaq görən gözləri nəticəsində yeni klubumuz yaranır. Bu yeyib içmək də bizim
klubumuzun yaranması münasibətilə Qılman Uzman Hocanın təşkilatçılığı dəstəyinin altına əmələ gəlir. Bravo. İcazənizlə klubumuzun adını hörmətli Şən müəllim qeyd eləsin. Buyurun. Əvvəla Şoşu müəllim, çox sağ olun ki, mənə bugünkü məclisdə söz verdiniz. Bu bir. İkincisi isə mən onu qeyd eləmək istəyirəm ki, bugün həqiqətən də əlamətdar bir gündür. Bugün bax, dostlarla oturub belə qəşəng yeyib içməyimizin bir səbəbi var. Mən istərdim ki, bizim yeni yaranan futbol klubumuzun adını açıqlayım. Çox kreativ və çox müasir bir adı var. Yeni yaranan futbol klubumuzun adı Gecə klubudur. Nə? Nətəri? Diskotekadır. Yes. Çox bəyənirəm bu adı. Çox xoşuma gəlir. Gecə klubu çox gözəl addır. Mən hətta təklif edirəm ki, bizim gecə klubumuzda qızlar da olsun. Belə interesli qızlar zatlar. Deyin niyə? Çünki hamı futbola baxanda deyir 11 nəfər düşüb bir topun dalınca. Qız olsa deyəcəklər bu qədər oğlan düşüb bir qızın dalınca. O da Yes. Özün sənin kimi danışırlar. Mənim xoşuma gəldi bu ideya. Bu qız ideyası çox kreativ ideyadır. Amma mən təklif edirəm ki, bu qızlarda həmin oğlanların qohum-əqrəbələrindən olsun ki, bu elə bir ki, çuzoy olmasın da, başa düşdün? Xeyir özümüzə qalsın, oğlanın dalınca. Bu yana quşdurə səni bizə canlayanın, qonşularının xaladenlikin içindəki meyvələri qurtlarına tükürür. Nə ciddisin? Hə, yaxşı. Madədir Bəli. o. Hadi gəl deyin. Bir dəqiqə, dava nə söylüyorsunuz? Qoyun bir kəlmə, mən də bir söz deyim. Gələn, Buyurun, arada buyurun. istəyirəm bir yaxşı bir dənə qəzəl deyim. Denən biraz gülək. Sakit dur. Ne üçün sevirsən bu insanlığa sən? Həyatımdır, gözəlimdir. Ha? Çağır dostanşığı, qəşən otursun səninlə. De, həyatda vurdun biri-birinə, kimi tapdın sən? Atıra sənə, tüpürüm sənin qəzəlinə. Sən də məndə oynayır. Yaxşıysan qoy. Mənim xoşuma gəlir. Sən də mən. Bir dəqiqə deyəm. Sakit olun. Bax, görüm sizə belə qəşəng yeyib içmək yaraşmır. Ağzınıza gələn danışırsınız. Elə bu bura futbol meydançası nədir? Hərə bir söyüş ağzına gələn danışır. Durun getdik məşqə. Əmir boyu az qalıram. Danışırlar, tez bazar yiyib gəlirlər. Az da qalasın. Futbol oynamaq lazım. İdman oynamaq lazım.